Əziz abituriyentlər, bugün biz litosfer bölməsində mövzumuzun adı yer qabığının quruluşu haqqında olacaq. Yer qabığının quruluşu haqqında bu mövzunu biz sxemin üstündə izah edək. Əvvəla bu sxemdə yerin daxili qatlarının əmələ gəlməsi və onun haqqında, quruluşu haqqında qısaca izah edək. Deməli, yerin inkişafı iki mərhələyə bölmüşdük. Planetar inkişaf, bir də geoloji inkişaf. Planetar inkişafında əmələ gələn elementlər artıq biz bilirik. Nüvənin əmələ gəlməsi, mantianın əmələ gəlməsi və yer qabığından ancaq bazalt qatının əmələ gəlməsi ilə və nəhayət hidrosferin əmələ gəlməsi, atmosferin əmələ gəlməsi haqqında məlumatlarımız var. Onun haqqında bizim digər videomuz var. Ondan da istifadə edə bilərsiniz. Amma bugünkü mövzumuzda əsas məsələ yer qabığı haqqında olacaq. Yer qabığını biz burada onun formalaşması, yer qabığının formalaşması, əziz abituriyentlər, yerin geoloji inkişaf mərhələsində olmuşdur. Yerin geoloji inkişaf mərhələsində baş vermişdir və yer qabığını bu sxemdə görürük. İki cür yer qabığı vardır. Materik yer qabığı və okean yer qabığı. Ümumi bu qabığın qalınlığı 90 kilometrə qədər davam edir. Minimum qalınlıq okeanlardadır. Maksimum qalınlıq isə materiklərdədir. Və deməli, okeanlarda gördüyümüz kimi bazalt qatı yerləşir. Bir də üzərini örtən çökmə suxur qatı yerləşir. Amma materik qabığında hər üç qatı görürük. Deməli, bu işarələr, baxın, V işarəsi kimi bazaltdır. Pluslar qranit qatını göstərir. Bu qara nöqtələrlə, yəni qara rəngdə olan isə çökmə qatı göstərir. Beləliklə, materik yer qabığında hər üç qat var. Gəldik okeanın üzərinə. Okeanın üzərində isə bu qara, bayaq qeyd elədiyimiz kimi çökmə qat, bir də hansı qatdır? Bax, bazalt qatı vardır. Bu da yenə davam edir. Materik tipli, baxın, yer qabığı. Materik tipli yer qabığı. Bu ortada isə onu göstərmişik ki, nədir? Okean yer qabığıdır. Fərqli xüsusiyyətləri var. Nədir fərqli xüsusiyyət? Nazik olması. 5-15 kilometr. Okeanların da minimum qalınlığı və maksimum qalınlığı var. Okeanlarda minimum qalınlıq novlardadır. Maksimum qalınlıq isə okeanların içərisində olan, biz onu gözümüzlə görmürük, okeanın altındadır. Deməli, Orta Okean dağlarında 15 kilometrə qədər, 10-15 kilometrə qədər Orta Okean dağlarında maksimum qalınlıq müşahidə olunur. Minimum qalınlıq isə novlarda müşahidə olunur və bilirik ki, dünyanın ən dərin çökəkliyi novu olan Marian çökəkliyindəki o Marian çökəkliyində o okeanı saxlayan qabıq ki var, o minimum 5 kilometrdir. Materik yer qabığının maksimum qalınlığı əsasən Mərkəzi Asiyada, Himalay dağları tərəfdədir, yəqin ki, hamımız bilirik. Amma minimum qalınlıq isə deməli, ovalıqlarda, düzənliklərdə 30-35 kilometr çatır. Baxın, uşaqlar, belə. Və nəhayət biz yerin daxilindən, nüvədən yerin səthinə qədər qatları, yəni ki, hamınız əzbərləmişsiniz yəqin ki, orada deməli, nüvə gəlir, daxili nüvə, xarici nüvə, baxın, xarici nüvə, mantiyanın alt mantiya, üst mantiya, yəqin ki, bunları bilirsiniz və mantiyanın daxilində bir neçə təbəqə də var. Gutenberg təbəqəsi, astenosfer təbəqəsi, nəhayət Benioff sərhədi
Bünyev sərhədindən sonra üst mantia gəlir. Üst mantiyanın üstündə artıq yer qabağı formalaşır ki, yer qabığının da artıq yəqin ki, yer qabağı haqqında təsəvvürlərimiz var. Deməli, yer qabığının da arasında burada uşaqlar bir sərhəd var. Qranitlə bazaltın arasında Konrad sərhədi var. Qranitlə bazaltın arasında Konrad sərhədi var. Həmin Konrad sərhədinin əsas xüsusiyyəti seismik dalğaların sıçrayışla yayıldığı sərhəd hesab olunur. Deməli, burada hər bir qatın özünə məxsus xüsusiyyətləri var. Burada gördüyümüz kimi astenosfer, yəqin ki, bilirsiniz, deməli, o seismik dalğaların kökü, zəlzələlərin kökü, vulkanlar kökü məhz astenosferdən başlayır və o vulkanların, zəlzələrin gücünü zəiflədən qat kimi biz onu başa düşürük. Nəhayət, yer, deməli, üst mantia ilə yer qabağı arasında Yugoslaviyalı alim olan bir Mohoroviç belə bir alim olub. Mohoroviç bu sərhədi müəyyən eləyib və onun adına qısaca ona nə deyirlər? Moğol sərhədi deyilir. Və nəhayət, əziz abituriyentlər, biz bir də litosfer burada görürük. Litosferin mənası daş deməkdir. Sfer də təbəqə, litos daş, sfer təbəqə mənasını işlədilir və deyirik ki, üst mantia ilə, fikir verin, üst mantia ilə yer qabağı birlikdə nə adlanır? Litosfer adlanır. Və biz bir dənə də belə bir qatın adı haqqında eşitmişik, tektonosfera. Yəni, tektonosfer tektonik hərəkətlərin müşahidə olunduğu qat hesab olunur və tektonosfera dedikdə biz astenosfer və bütün litosfer birlikdə biz ona nə deyirik? Tektonosfera. Nəhayət, biz burada deməli, yer qabığının quruluşu haqqında öyrəndik. Yer qabığının quruluşu haqqında qısaca bax bu qədər demək olar. Çox sağ olun. Diqqətlə qulaq asın. Nə bacararsınız, öyrənərsiniz. Bizə də xoş olar.